İyul ayı necə keçəcək? Gəl buna baxaq. Artıq iyunun 28-idir və iyul ayının enerjisinə baxaq. Sənin üçün nələr olacaq, nələr yaşanacaq, diqqətini nəyə verməlisən? Gəl baxaq. İyul ayı şəxsi həyatın üçün, yəni özünlə əlaqədarsın. Necə olacaq? Sevgi ilə əlaqədar necə olacaq? Sevgi ilə əlaqədar bu münasibətin varsa necə olacaq və münasibətin yoxdursa necə olacaq? Gəl iki tərəfə baxaq, çünki kollektiv açılımdır. Yəni bunu izləyən hamı münasibətdə olmaya bilər, normaldır, okey. Maddiyyatla əlaqədar necə olacaq? Hansı yenilik olacaq? Gəl hələ ki bunlara baxaq, yenə də baxaq, yox. Nəyə diqqət etməlisən və ay sonu hansı enerjidə qalacaqsan? Okey, gəl buna baxaq. Birinci baxaq. Ümumiyyətlə, iyul ayı sənin üçün, şəxsi həyatın üçün ümumiyyətlə necə keçəcək iyul ayı? Oy, çox möhtəşəm. Bax, bu o deməkdir ki, bir açar kartı çıxdı. Açar o deməkdir. Yeni qapılar açılacaq. Həlli olmayan problemin varsa, o problemin həlli olacaq sənin üçün, həlli tapılacaq. Hansısa bir sıxıntın varsa, o sıxıntı həll olacaq. Yəni, iyul ayı sənin üçün bir yeniliyə yol açır. Yeni qapılar açılır sənin qarşında və uğurlu nəticə olacaq. Hansısa sıxıntılı bir işin varsa, hazırda həlli olmayan bir işin varsa, bir məsələn varsa, iyul ayı o məsələnin həlli olacaq sənin üçün. Çünki yeni qapılar var, yeniliklər var. Okey, gəl buna baxaq. Sevgi ilə əlaqədar münasibətin varsa necə olacaq? Münasibətin varsa sevgi ilə əlaqədar nə baş verəcək? Münasibətlə əlaqədar dəyişiklik var və bu yaxşılığa doğru dəyişiklikdir. Burada belə deyim də, bax, hamiləlik gözləntisi olan xoş xəbər alacaq. Bu başqa bir mövzudur. Amma burada münasibətlə əlaqədar, münasibətdəsənsə, münasibətin daha yaxşı bir etapa keçəcək. Daha pozitiv, sənin istədiyin bir etapa keçəcək. Çünki münasibətinizin üzərində olan qara buludlar, sıxıntılar, problemlər həll olacaq. Yaxşılıqla həll olacaq və belə deyim də, burada da stabilləşəcək münasibətiniz. Hazırda hansısa bir problemli durum varsa, incəli bir durum varsa, o durum həll olunacaq. Bunu göstərir münasibətlə əlaqədar. Bəli, görüş var, qovuşma var. Münasibətdə yenə deyirəm, hazırda sıxıntılı bir dönəm varsa, o sıxıntılı dönəmin bitməyi görsənir və bərpa ilə bitir, yaxşılıqla bitir. Barışıqla, küssüzsə barışacaqsınız, incəlik varsa aradan qalxacaq, addım gözləyirsənsə addım olacaq, bununla əlaqədardır. Münasibəti olmayanlar üçün sevgi iyul ayında necə keçəcək? Yeni bir təklif gəlir, yeni bir tanışlıq gəlir, yeni bir enerji gəlir münasibətlə əlaqədar. Çünki burada bunu izləyənlər daha çox qadınlar var deyə, burada yeni bir partnyor təklifi, yeni bir münasibət təklifi gəlir. Belə deyim də, ola bilsin bu tanışlıq, bu münasibət dostluqla başlaya bilər və yaxud da ki, hansısa bir dost ortamında yeni bir tanışlıq ola bilər. Artıq bu tanışlıq necə olacaq, necə keçəcək, onun üçün şəxsi baxımda baxarıq. Amma bəli, yeni bir tanışlıq təklifi var. Okey, maddiyyatla əlaqədar necə keçəcək? Maddiyyatla əlaqədar stabil, normal, belə deyim də, yeni bir fürsət gəlir sənə. Yeni bir fürsət qapısı açılır. Burada əgər iş dəyişikliyi eləmək istəyirsənsə, burada iş dəyişikliyində yeni bir fürsət gəlir, uğurlu bir fürsət gəlir sənə. Və yaxud da burada səyahətə çıxmaq istəyənlər varsa da yolda çıxır, səyahət də ola bilər. Yəni, belə deyim də, bəzilərinizdə maddiyyatla əlaqədar uzaqdan gələn bir maddiyyat təklifi, uzaqdan gələn bir iş təklifi ola bilər və yaxud da ki, maddiyyatla əlaqədar da stabilləşəcəyin bir dövr gəlir. Okey, gəl baxaq, hansı yenilik olacaq iyul ayında? Nə yenilik olacaq? Təmizlik enerjisi çıxır daha çox. Yenilikdən çox, daha çox keçmiş belə deyim də, təkrarlanan vəziyyətlər, gərginliyin aradan qalxmağı çıxır. Çünki gərgin bir dövr bitir, sıxıntılı bir dövr bitir bu iyul ayında. Günəş çıxır sənin üçün, günəş parlayır, nə istəyirsən, nəyə diqqət etməlisən iyul ayında, nəyə diqqət etməlisən daha çox? İyul ayında diqqət etməli mövzunun özündür. Öz düşüncələrin, öz emosiyaların, öz intuisiyan, yəni daha çox buna diqqət etməlisən. Çünki iyul ayı emosiyaların çox güclü olacaq, hisslərin çox güclü olacaq. Hisslərinə fikir ver bu ayda və
belə deyim də, karmik yükün, imtahanın bitdiyi bir dövr olacaq. Hansısa bir dərs alacaqsan və sınaq dövrünü bitir. Yəni hansısa bir sınaq dövrün varsa, səbr elə, dua elə və bu sınaq dövrü bitir sənin üçün. Ay sonu hansı enerjidə olacaqsan? Ay sonu stabil bir enerjidə olacaqsan. Ay sonu sanki hansısa bir işlərini tamamlamış, hansısa bir məsələni həll eləmiş, hansısa bir sıxıntılardan həll olmuş və rahat bir enerjidə olacaqsan. Yəni deyəcəksən ki, bu ay bunlar oldu. Çox şükür, şükür enerjisində olacaqsan. Bu qədər deməli, həyatınla əlaqədar, yeni dəyişikliklərlə əlaqədar ümumiyyətlə hansısa bir narahatçılığın varsa, məsləhət görürəm ki, yenə də videoların sonunda məsləhətlər verirəm. Olumlama olaraq deyirsən ki, mən həyatıma yalnız gözəl, xoş, mənə xoş gələn dəyişiklikləri alıram, qəbul edirəm, aktivləşdirirəm. Belə bir şey deyirsən və Fələq, Nas, İxlas surəsi var. Bütün kilidlərin açarıdır bu. Ayət-ül Kürsi də var. Qoruma niyyəti istəyirsənsə, bu dua da var. Bu duaları eləyə bilərsən və yaxud da ki, telefonda dinləyə bilərsən. Bu da sənə huzur verəcək. Aldım, qəbul edim, yaz, ətraflı baxım üçünsə profildəki nömrə ilə əlaqə saxla.